Hamıya salam olsun. Xoş gördük hamınızı. Bugün gedirəm marketə yenə səhər. Sara yatmışkən dedim tez gedim. Sara hələ yatır, saat 9-dur. Gedim Badımcana baxım. Badımcan dolması eləyəsik. O da yoxdur, Badımcan azdır. Axşam yoldaşıma demişdik adından çıxıb almağa. İndi ona görə dedim mən gedim. Baxım görüm. Tapa bilirəm. Adətən səhər yaxşısı olmur. Saat hardasa 11-ə belə də gedib bazardan alıb gətirirlər marketə. Gəncədə bazardan alırlar, gətirirlər buradakı marketlərə. Saat hardasa 11-ə gətirirlər yaxşılarını. İndi yenə də gedim görüm bir neçə dənə tapa bilirəm ki yeməyə bişirə bilək uşaqlar məktəbdən gələnə. Yaxşı ki də Sara yatdı. Tək gedirəm. Yoxsa ki onunla gedəndə heç mənə imkan vermir nəsə eləməyə. Keçən dəfə marketdə onunla gedəndə götürüb başım qarışır, meyvələrə baxıram ki, görüm hansı meyvə yaxşıdır, onu alım. Baxam ki, götürüb alça idi məncə, yoxsa şəftəli idi. Götürüb dişləyir. Ay Allah. Təzədən şey elədim. O meyvədən 1 kilo götürdüm, elə onu da qoydum onun içinə ki, təzədən yerinə qaytara da bilmirəm. Belə maşın yoxdur, tez keçim mən yığım. Badımcan tapdım, aldım. Şükür yaxşısı var imiş. Mən dedim indi pislər qalıbdı. Dünən yaxşılarını alıblar yəqin. Pislər qalıbdı, amma yox, yaxşıları var idi. Elə bir neçə dənə dolma üçün seçdim. İndi gedim, görüm Sara yəqin ki oyanıbdır. Sara neçə gündür axşamlar elə gec yatır. Ona görə dünənlərim apardıq, biraz axşam gəzdirdik. Ondan sonra rahat yatır. İndi deyirəm gərək bundan sonra elə eləyək ki, onu tez-tez aparaq. Gəzdirək axşamlar. Rahat yatsın. Marketdən qayıdandan sonra dedim tez, gördüm Sara oyanmayıb elə, dedim lap yaxşı. Ona görə tez işlərimi görüm yenə, nə görsəm yenə qənimətdir. Və indi deyəcəksiniz ki, yenə elə deyir ki, Sara yatmışkən işimi görüm, hər dəfə elə deyir. Amma yəni elədir, çünki mən Saranın heç iş görə bilmirəm, heç. O yəni hamamı təmizləməkdir, mən gedib onunla təmizləyə bilmərəm. Çünki hamama girir, ayağını su eləyir. Orada mən nəsə domestos qoyuram, ya nəsə şampun qoyuram, gəlib onu götürür, alınmır. Hamamda da ayağa sürüçər, yıxılar. Məsəl üçün düşüb həyəti süpürə bilmirəm onunla birlikdə. Çünki həyətdə o yıxıla bilər. Sonra keçir həyətin dal tərəfinə, orada da otluq çoxdur. Mən də onda işimi görə bilmirəm, oranı təmizləyə bilmirəm. Məcburam gedim Saranın yanında durum ki, o orada oynayır, mən də ona baxım da tək olmasın. Ona görə həyətdə də ondan heç iş görə bilmirəm. Evdə də, yenə evdə biraz nəsə eləyə bilirəm. Yenə də gedir başqa otağa, məcburam işimi yarımçıq qoyum, gəlim onun yanında durum ki, tək qalmasın o otaqda. Otaqdan da çıxarda bilmirəm, çünki ağlayır, istəyir. Bacılar da evdə olmayanda lap darıxır. Eləcə nəsə özünə oyun axtarır ki, bir iş axtarır ki, başı qarışsın. Yenə qızlar evdə olanda biraz başını qatırır, balkona çıxardırlar, ya nəsə onunla oynayırlar. Onlar evdə olanda başı qarışır. Amma elə ki, onlar evdə yoxdular, bax belə. Mən də onun dalınca gəzirəm ki, tək qoymuram onu. Çünki çox dəcəli olubdu, çox. Yəni stol çəkir, çıxır pəncərənin qabağına, gedir divanın başına çıxır, oradan çıxır pəncərəyə. Oca fikirləşmişəm ki, divanın yerini dəyişək məcbur. Çünki ora çıxır, birdən gedər, biz görmədən çıxar, ayağı ilişər, yıxılar, oradan da hündürdür. Yəni qorxuram. Yəni Sara çox dəcəldir. Mən deyirdim Məleykə dəcəl idi balaca vaxtı. Məleykə dəcəl deyil idi, amma Məleykə adamı üzürdü. Bütün gün eləcə nəsə istəyirdi. Bütün gün mənim qucağımda olurdu. Qucağımdan yerə düşmürdü. Eləcə nəsə istəyirdi, ağlayırdı. Amma Sara tamam başqadır. Sara dəcəldir. Sara eləcə oranı dağıdır, buranı qığırır. Keçən dəfə Kuxna mebelinin qapısını qırdı. O qədər açıb bağladı, dartdı, qırdı onu. Sonra başqa yerləri, belə divarı yazır. Yəni Rənanla Mələkədə mən elə şey görməmişəm deyə, ona görə mənə belə bu işlər çətin gəlir.
Yəni Sara çox dəcəldir. Ona görə mən o deyirəm ki, hər dəfə o yatanda işlərimi görüm ki, o yanında mənə çətin olur. Uşa artıq onunla məşğul olmalıyam. O hara getdi, mən də onun dalınca gedib baxmalıyam ki, görüm nəsə da eləyər, özünə ziyan nəsə eləyər. Ona görə məcburam mən onun dalınca hərrənim. Elə də işlərimi rahat görə bilmirəm. Bir 10 dəqiqəlik işi mən ən azı bir yarım saata görürəm. Ya işim yarımçıq qalır, səhəri günə qalır, belə. Ona görə çalışıram ki, o yatanda tez-tez işlərimi görüm ki, rahat olum. Sultan döyüsü belə qabı doldurdum, qoydum. Qalanını da istəyirəm qoyum suda islansın. Sabah səhər bişirim, yesinlər. Elə vəbşə hamımız xoşlayırıq da səhər yeməyə. Ona görə axşamdan qoyuram suda. Islanır. Səhər dururam elə belə duzlu suda pörtlədirəm. Sonra yeyirik qəşəng. Düzdür, mən üstünə biraz da yağ qoyub yeyirəm, elə xoşum gəlir. Amma başqa uşaqlar da, yoldaşım da elə belə yeyirlər, elə qatıqla da yeyirlər, elə belə də belə. İndi bunu eləyim, hazır olsun sabaha. Bir neçə dəfə yuyacam, bir 3-4 dəfə. Axşam istaha qoyduğum düyü belə şişib, qəşəng kəliflər. İndi səhər uşaqlar məktəbə getməyinə su qoydum, qaynadı. Bunun prosta suyundan biraz töküm. İndi bu pörtləsin bir dənə. Hazırdır. Süzəcəm suyunu. Elə yeyəcək səhər. Səhər yeməyinə çox yaxşıdır belə. Hamı sevir. Düyü də pörtləndi. İndi belə aşızana töküm süzüm suyunu. Soyuq suyu da açım ki, isti gedib orada turbalar katlondu, əritməsinlər ona görə. Qoyun burada biraz suyu süzsün, sonra qazana töküm, verim uşaqlara yesinlər. İndi də dedim bu pərdələri ütülüyüm. Bunları yuyanda demişdim ki, sizə ki 60 dərəcədə yudum. Adətən 30 dərəcəyə qoyub yurdum həmişə. Bu dəfə dedim 60 dərəcəyə qoyum, daha isti suyla yuyulsun ki, təmiz olsun. O da ona görə belə qırışdı. Yoxsa heç vaxt qırışmırdı. Elə yuyurdum, sərirdim, sulu-sulu, qəşəng quruyurdu. İndi ona görə belə par ütüsünü gətirdim ki, bunu ütülüyüm elə burada üstündə. O birisini elədim. Bir dəqiqə bunun burasını yandırmaq lazımdır ki, bu işləsin. Belə. O birisi pəncərəninkini elədim. Beləcə açır qırışları, bu yaxşıdır. Sadəcə bu ütünün nəyi pisdir? Bunu elə bir ki, paltarı ütülüyüb, harası geyinib getmək olmur. Bütün su eləyir. Parla ki ütülüyür, bütün su eləyir paltarı. Ona görə Sara yandır işığı. Ona görə bunu gərək axşamdan paltarı ütüləyəsən bundan ki, Sara, axşamdan ütüləyəsən ki, qurusun ki, sən səhər bunu geyinib gedə biləsən. Yoxsa ki, su eləyir, heç də alınmır. Sara qoymur, mən nəsə burada çəkim. Amma belə qırışları açır, yəni pis ütü deyil. Mən bunu Trendyoldan zakaz eləmişdim. Qəşəng də ütü gəldi. Belə Sara qoysa mən nəsə bir video çəkəcəm. Qoymur. Belə. Amma qırışları açır, qəşəngdir. Amma sadəcə dediyim kimi bir dənə minusu var ki,
Məliş qoy söndürsün, heç nə olmaz. Bir dənə minusu var ki, paltarı su eləyir ütüləyəndə. Gərək qalıb paltar qurusun. Yanımınla sırazı ütülüyüb, harasa geyinib getmək olmaz. Belə. İndi gərək aşağıları eləyirəm, aşağıları açır. Eləyirəm, açır ütü. Belə görürsünüz, qırışını açdı. Yuxarılara da gərək nərdivan qoyub eləyəm. Elə əlim hara çatır eləyirəm. Qalanını da gərək nərdivan qoyub eləyəm. Sabahları Mələkənin sinifində piknik eləyirlər. Ora gedəcəyik inşallah. Ona görə dedim axşamdan sumkanı hazır eləyim. Çünki saat 10-da orada olmalıyıq. Uşaqlarla da səhər hazırlaşmaq daha çətindir. Ona görə dedim indidən heç olmasa sumkanı hazır eləyim. Bu salfetka həmişə onsuz da buradadır. Dəymirəm ki, yolda lazım olar. Saran pampersləri də qoydum bura. Burada belə bunlardır. Sonra vlajni salfetka həmişə kimi bizdə heç vaxt əksik olmur. Vlajni salfetkadır. Bunlar da həmişə sumkada onsuz da olurlar. Belə saranın döşlüyüdür. Sonra belə əskilər qoyuram. Birdən lazım olar. Bu üstünü örtmək üçündür. Birdən yatar yolda. Belə əskiləri var. Birdən lazım olar tərliyər belinə qoymağa. Bu da döşlüyüləri də qoymuşam ki, elə sumkada qalır. Burada da daha döşlüyü qoymuşam. Neçə dənəsini yığmışam bura. Burada görüm nəsə qoymuşam. Burada dərman qoymuşam özüm üçün. Mən yolda gedəndə başım ağrıyır. Adətən uzaq yol gedəndə. Ona görə elə spazmalqonu sumkaya qoymuşam. Burada da qalıb. Elə lap yaxşı qalsın. Lazım olanda bilim ki, sumkada var. Bir də burada torbalar götürmüşəm. Onsuz da bu indi lazım olmayacaq. Çünki indi elə də uzaq yol getmirik. Amma uzaq yol gedəndə Sara gəldi yenə. Uzaq yol gedəndə lazım olur. Çünki uşaqların ürəkləri bulanır. Ona görə lazım olur. İndi buradan da Saraya baxım. Sara çəkil. Qoy. Olmaz ora çıxmaq. Buradan da paltar Saraya götürüm ki, bir neçə dənə. Bunu geyinəcək. Bunu qoyum qırağa. Şalvarı var idi. Həm şalvarını götürüm belə. Şalvarını geyinsin. Belə koftalar götürüm, birdən üstünü bulayar, bir dənə mayka götürüm, birdən da su eləyər, orada dəyişmək lazım olar. Belə, elə bir dənə kofta, bir dənə şalvar götürdüm, bəsdir. Bu jaketini, jiletini götürüm, yox bu deyil, jileti çaşdım. Cins jileti olmalıdır. Prosta elə paltarlarını qoymuşam ki, ucu tapa bilmirəm. Gərək baxım, hə, buradadır. Qobun bura qoyaq. Burada jileti də var, bunu da götürüm. Bir dənə orada üstündən geyinməyə. Sabah deyirlər yağış yağacaq, heç bilmirəm nətəri. Orada bağlı yer var. Yəqin orada məcbur oturarıq ki, yağışa düşməyək. Uşaqların da gərək üstdən geyinməyə nəsə götürüm. Çünki sərin olmalıdır hava. Belə bir də böyüklərə gərək nəsə götürüm. Belə Mələkə gətirdi şalvarını qoydu. Dedim birini heç olmasa götürüm, birini geyinsin, birini də götürüm ki, birdən orada uşaqdılar da üstünə sok dağıdar ya yıxılar. Dəyişməyə. Belə. Əsas odur Sarankiləri götürdüm. İndi inşallah qızlarınkini də hazır eləyim. Belə. İnşallah sabah səhər gərək mən tez oyanım ki, yavaş-yavaş hazırlaşım, sonra uşaqları oyadım. Saat 10-da orada olmalıyıq. Amma istəyirəm biraz tez gedim. Mən həmişə xoşlayıram ki, lazım olan yerə biraz tez gedim. Gecikmək heç vaxt onsuz da xoşlamıram. Amma tez getməyi xoşlayıram. Deyirəm bir 10-15 dəqiqə tez gedim ki, uşaqlarla orada rahlanım da. 3 uşaqla gedəcəm mən. Saranı çünki alınmadı. Daha harasa qoymaq, ona görə özümlə aparasıyam. Görək necə olur, inşallah ki, yaxşı olar. Sabahınız xeyir olsun. Bugün yeni gündür artıq. Bugün Qurban bayramıdır. Dedim hamını təbrik edeyim. Necə gözəl bayramlar keçirəsiniz inşallah. Ailənizlə, sevdiyiniz insanlarla birlikdə ürəyiniz istəyən kimi bayramlar keçirəsiniz. Ürəyinizdə bütün nə arzular var, hamısı inşallah yerinə yetsin. Ürəyiniz istəyən kimi inşallah. Hamı ürəyi necə istəyir, elə də bu həyatı yaşasın. Ən gözəl arzudur məncə. İnşallah. Elə dedim sizin bayramınızı da təbrik edeyim, Qurban bayramınızı. Mən də tez oyandım ki, hamı yatır hələ. Tez oyandım ki, bugün gedirik Mələkəgilin sinifinlə piknikə. Burada yuxarıda yer var, ora qalxacaq, Xacikəndə gedən yolda. Orada dedik, gedək biraz uşaqlar əylənsinlər. Elə həmişə ancaq restoranda belə eləmişik bayramı, Novruzdur, yeni ildir. Dedik biraz da açıq yerdə olsunlar, heç olmasa uşaqlar elə olsun. İndi ona görə
Mən hamıdan qabaq oyanmışam ki, tez çay rahatlayım. Səhər yeməyi rahatlayım ki, tez onları oyadım, yeməklərini yesinlər. İnşallah saat 10-da orada olmalıyıq. Hava da deyirdilər, yağış olacaq. Doğrudan da mən səhər duranda 8-in yarısında yağış yağırdı. Amma indi şükür, yağış kəsdi, gün çıxdı. Biz də neçə gündür dərd aparıb ki, yağış yağacaq, orada uşaqlar nətər oynayacaqlar. Amma indi şükür, gün çıxır. İnşallah ki, biz orada olan müddətdə yağış yağmaz, inşallah. Heç nə, tez stolun üstündə rahatlayım. Sonra gedim tez uşaqları oyadım, onları hazırlayım. Axır ki, yola çıxdıq, uşaqları tez hazırladım, özüm hazırlaşdım. Sara oyanmaq istəmirdi, bir təhər oyatmışam onu ki, tez hazırlaşaq. Mən keçən dəfə dediyim kimi sevmirəm harasa gecikməyi. Ona görə deyirəm hamıdan tez. Düzdür, 3 uşaqla çətindir, amma yenə də getdik. Gördüm ki, elə ikinci gəlmişik. Ən birinci bir qız var, Xalidə. O da 4 uşaqla bir yerdə, o da hamıdan qabaq gəlmişdi ora. Ona qalmış. Elə biz də ona hardasa 5 dəqiqə qalmış getdik, çatdıq ora. Valideynlər sonra bizdən sonra gəldi. Elə mən ona görə istəyirdim ki, mən tez gedim ki, istəyirdim belə video düzəldim. Hamı gələndə bir-bir çəkim. Şükür ki də alında, düzdür, hamını çəkə bilmədim. Sara nə qədər imkan verdisə, o qədər çəkə bildim. Amma yenə də gözəl bir video alında, düzəltdim onu. Qəşəng bir video alındı. Ona görə də elə çalışırdım ki, ən çoxu lap tez gedim. Hələ lap qabaqca getmək istəyərdim ki, Xalidə gildə çəkim, amma o alınmadı. Heç nə olmaz. Amma yenə də gözəl bir video alındı və uşaqlar qəşəng əyləndilər burada. Ən birinci biz gəlmişik, elə ikimiz oturmuşuq uşaqlarla bir yerdə gözləyirik ki, başqa valideynlər də gəlsin. Sonra müəllimə də gəldi, valideynlər də gəldi. Bura gəldik, uşaqları bura gətirdik. Düzdür, yağış yağır, amma yenə də indi kəsifdir, yoxdur yağış, amma hava qəşəngdir. Burada dedik elə uşaqları gələk, otursunlar, qəşəng yerdir, belə mənzərəli. Bura biz qabaqlar gəlirdik keçən il yayda. Belə düzəltməmişdilər. Elə balaca bir yer idi, çay içirdi, adamlar kətə yerdilər. Amma indi belə qəşəngcə hər yeri düzəldiblər belə. Qəşəngdir bura uşa. Sara da gedir, ürək harası istəyir, gedir. Gəl, indi belə gedək, gedək belə, gəl. Hamı orada oturub, dincəlir uşaqlarla. Amma mən Sarana məcburam, yağış da başladı. Məcburam burada gəzim. Çünki Sara durmur, orada heç durmur. Güya ki, gəlmişdim uşaqlarla piknikə, dincəlməyə. İnanın, evdə otursaydım, bundan çox dincələrdim. Eləcə Sarana bayaqdan gəzirəm, onu istəyir, bunu istəyir, ağlayır. Heç nə, yenə əsas odur, Renkanla Məliş biraz əylənsinlər, uşaqdılar. Uşaqlarla, biri var özümüz gedirik harasa, o heç də. Amma belə uşaqlarla gedib əylənmək daha məncə onlara daha yaxşıdır da. Daha çox əylənərlər. Nəinki özümüz gedirik, nədir ki, elə özümüz vardasa oturuq yemək yeyirik, uşaqdılar. Elə belə biraz oynayırlar. Amma uşaqlardan tamam başqadır məncə onlar üçün. Ona görə daha bu çətinliyə də dəyər. Əsas odur uşaqlar əylənsinlər. Belə.